Şəfiqə ilə dostluğumuz heç vaxt bitməsin. Əgər Şəfiqə kədərlənərsə, mən ona hər zaman dəstək olaram. İstəmirəm ki, mənim dostum üzülsün, nənə babaya darıxsın, üzgün olmasın. Bunlar Amina və Şəfiqənin fikirləridir. Biri Ukraynalı, digəri isə Azərbaycanlımızdır. Təsvir olsun ki, Ukraynada gedən müharibə səbəbindən bu cür xoş görüntü, həmçinin dostluğun şahidi oluruq. İndi isə onların xoş görüntülərindən sonra müsahibəsi ilə davam edək. 3 yaşımdan başlamışıq belə bir-birimizlə əlaqə saxlamaq. Birinci o mənlə heç danışmırdıq, utancaq idi. Sonra dostlaşdıq, sonra başladıq oynamağa da. Belə məktəbimiz də indi eynidir. Artıq 4 ildir ki, Şəfiqə ilə dostluq edirəm. Ukraynada da dostlarım var idi, amma biz artıq xeyli müddətdir ki, görüşə bilmirik. Çünki orada müharibə başladı. Ümid edirəm ki, müharibə tezliklə bitəcək və biz Ukraynaya gedə biləcəyik. Ukraynanın Poltava şəhərindən gələn Amina və ailəsi 4 ildir Sumqayıtda məskunlaşıblar. Onlar gələndə Aminanın cəmi 3 yaşı vardı. Anası deyir, müharibə təkcə uşaqların gündəlik qayğılarını deyil, həm də arzularını yarımçıq qoyub. Biz uşaqlar üçün qorxurduq, ona görə də bura köçmək qərarına gəldik. Orada hər gün həyəcan siqnalları, hər gün partlayışlar olur. Ukraynanın hansı nöqtəsində olsan da bunu eşidirsən. Yəni orada vəziyyət yaxşı deyil. Fərqli dillər, fərqli mədəniyyətlər. Onları burada birləşdirən isə bu səmimiyyətdir. Bir kənarda Sofiya və Ameliyanın söhbəti, digər tərəfdə isə Azərbaycanlı uşaqların ifasında Ukrayna rəqsi. Söhbətgahda isə Ruslan və Georgi bizimlə gələcək planlarını bölüşürlər. Onlar həm yeni mühitə öyrəşir, həm də Azərbaycan dilini daha yaxşı öyrənmək üçün əlavə kurslara qatılırlar. Mən burada idmanla, taekvondo ilə məşğul oluram, proqramlaşdırma öyrənirəm. Eyni zamanda bir çox uşaqlarla dostlaşmışam. Məsələn, Georgia kimi. Ukraynada nənəm var, adı Varyadır. Mən onu çox sevirəm. O da məni çox sevir. Mənim həmçinin 2 qardaşım var. Adları Saşa və Alyoşadır. Ukraynada müharibə davam edir. Bombalar atılır, partlayışlar olur. Buna nifrət edirəm. İstəyirəm ki, sülh olsun. Azərbaycan dövlətinin təşəbbüsü ilə son illərdə yüzlərlə Ukraynalı uşaq ölkəmizdə sosial-psixoloji reabilitasiya və istirahət proqramlarına cəlb olunub. Təkcə son layihələr çərçivəsində 300-ə yaxın az yaşlı müharibə travmasını unutmaq üçün mərkəzlərə yönləndirilib. Uşaqlar üçün əsasən məktəbə hazırlıq bizdə dərsləridir, erkən inkişaf dərsləridir. Həm biz bizim Ukraynanın təhsil müəssisələri ilə sazişlərimiz var və onların proqramlarına uyğun biz çalışırıq ki, uşaqlar, Ukraynadan gələn uşaqlar öz dillərini unutmasınlar. Ona görə bizdə Ukrayna dili dərsləri də keçirilir. İdman növlərimiz də var, çünki idman çox vacibdir uşaqların inkişafı üçün. Ona görə müəyyən idman növlərimizi də, dərslərimizi biz burada təşkil edirik. 1 iyun uşaqların müdafiəsi günü kimi qeyd olunsa da, bu ailələr üçün ən böyük hədiyyə övladlarının hər gününü qorxu olmadan sülh içində keçirməsidir. Çünki uşaqların müdafiəsi təkcə onların fiziki təhlükəsizliyi deyil, həm də yarımçıq qalmış uşaqlıqlarını onlara geri qaytarmaqdır. Toğrul Quluzadə, Fariz Quliyev, İTV Xəbər.